Word açdıq. Hə, siz görmürsünüz. Görürsünüz online. Bəli, görürük. Aha, Bəli. 13. Diqqətdən baxırıq. Ana 13. Burada. Deyir ki 13. Deyir Unicode əlifbasında kodlaşdırılmış Unicode birinci sual verir. ISO nədir? N neçədir? 2 baytdır, düzdürmü? 6536 dən deyirik ki, nə var? Simvol var. O da 216-dır. 16 bit, yəni 2 bayt. Düzdür? Kodlaşmış informasiya prosesləri ifadəsinin informasiya həcmi neçə bayt olar deyir. Option nə hansı söz informasiya prosesləri. Burada uşaqlar dırnaqları saymırsınız, amma boşluğu sayırsınız. Yaxşı? Yəni dırnaqlar sayılmır. Neçə dənədir? 22. Tamam, 22. 22 dənə nə var? Simvol var. Dırnaqsız, boşluq qarışıq, düzdür? İfadəsinin informasiya həcmi neçə bayt olar? İndi V həcmi nəyə bərabərdir? S vurulsun M bitə də. İndi V 22-dir, vurulsun 2 bayt. 44 bayt. Bizdən nə ilə istəyir cavabı? Baytla istəyir. Cavab da olacaq 44 bayt. B variantı. Necə? 16-ya. 2 bayt daxı. 2 vur 8 16. Düzdür? Başa düşdük. Kimin sualı idi? Kimin sualı idi? Kimin sualı deyəndə niyə heç kimin səs çıxmır? Bayaq verəndə qışqırırdınız. Nə? İndi heç kimi, yenə X adam. Sildik. Sonra necə gəlir? 15, 16, 17. Səs kaydı atılsın bir dəfə görüm. Onsa var da burada səs düşüb. 16, 15, 16, 15. 15. Baxdıq. Hesablayın. Deməli 4 megabayt çıxısın 9 kilobayt yazıb, düzdür? İndi uşaqlar belə deyirəm. Deyirəm ki 9 kilobaytı mən megabayt gətirmək üçün gətirsəm kəsr alınacaq. Mənim üçün nədir? Maraqlı deyil də mənim. O niyə kəsr olsun? Mən niyə çətin hesabım? 4 megabayt amma kilobayt yazsam tam ədəd çıxacaq. 4-ü vuracam 24-də nə olacaq? Çıxılsın 9. Nə olacaq? 4087. Düzdür? Kilobayt. 4087 kilobayt. Belə cavab var. D variantı. Baxın diqqətli olun. Burada kilobayt deyib, burada megabayt deyib. Mən nəyi almışam? Kilobaytdır. Deməli nəyi götürəcəm? Kilobayt. Toplu da bu tip var burada da. Gördünüz? İmtihanda belə düşsün. Bir dənə bunda çaşmayın da, yaxşımı? Və burada yəni diqqətli olun. Suallarda həqiqətən diqqətli olun. Çünki burada çaşsaz həqiqətən bu sizə toxunar ki, ayda. Mən megabayt imiş, onu necə görməmişim. Sildim. 16, 17 də var. Mən 16-nı sildik, 17 də var. Hə. Onda 17-ni də sildim. 16, 17 baxırıq. Deməli 16 özünüz qapını açıb yoxsa? Qoy qapını var, mütləq. 16-ya baxdıq. Nə deyir? 3 megabayt nəyə bərabərdir? 213 vurulsun 213 kilobayt. Deyir ki, aha 3 megabayt nəyə bərabər? Bu kimin sualdır uşaqlar? 24. Sənin də Tuncay. Nə oldu dayı? Kimindir? Mən də düz danışım. Neçə nəyə bərabərdir? 3 megabayt deyir nəyə bərabərdir? Baxıram görürəm cavablarda bayt var, kilobayt var, bayt var, bayt var, bit var. Deyirəm ki, gəl özüm üçün çevirim hələ. Bunu 3 megabaytdan bitə çevirmək istəyir neçəyə vuracağam? Sadə olunca dedi, kilobayt çevirək, kilobayt bayt. Olar. Elə də asan deyil. Olar, elə də olar. Amma belə deyirəm də, bax məsələn bu üsulla bax. 3-ü deyirəm ki, olar, sən dedin olur. Problem deyil. Yəni eyni şey də olsa, ikimiz də eyni şey deyirik. 3-ü vururam 2 üstü neçəyə bitə çevirmək üçün? Megabaytdan bitə gəlmək üçün 23-ə. 3 vurulsun 220 var, cavab bit. Bir dənə bitdi, o da 210-dur, düzdürmü? Deməli bu deyil. Neçəyə vuracam? 210-a vursam kilobayt edəcək. 3 vurulsun 210 kilobayt. Var elə bir şey? Var. Deməli cavab nə oldu? 3 vurulsun 210 kilobayt. Cavab oldu B variantı. Eyni şeydir. Sadəcə məsələn megabayt kilobayt daha yaxındır. Yəni 210 məsəl deyir ki, azca çoxdan az doğru deyirəm, əminəmət, tatil cavab. Olar. Yəni variantlarda baxırsan, görürəm ha nəyə çevirib. Hamısı bitə çeviribsə, onu bitə çevirməliyəm. Amma belə çevirsə, hə, elə. Aydındır? Sildim. Tuncay başa düşdük. Sonra 17.
18 megabayt. 18 megabayt nəyə bərabərdir deyir. Deməli 18 megabayt nəyə bərabər? Baxıram variantlara yenə baytdır, baytdır, bitdi, kilobaytdır. Yenə kilobaytı çevirə bilərəm. 18 vurulsun 210. 18 vurulsun 210 dedim. Bu 18-də 211 eləyir, o da variantlarda yoxdur. bəli 9 vurulsun 211 eləyir. Var belə bir şey? Yox. Deməli bu deyil. Bitə çevirməni istəyir. Sonra bunun hamısını görürəm ki 9 vur kimi qeyd edib də, düzdürmü? Onsa 9 vur çıxmalı da. Düzdürmü? 3 vurulsun olmayacaq. 9 vurulsun. Bunu deyirəm ki, bir də 201 oradan gəldi. Bitə çevirəndə 223 eləyir. O da 224 var belə bir şey. var variantı. C variantı. Deyil çıxdı. Всё. Kim başa düşmədi? Onlayn başa düşdünüz yoxsa yox? Başa düşməsə deyin bir də izah edin. İbrahim başa düşdün? Bəli, var. Şalar, Kənan, Tuncay, Şuay. Qızlar başa düşdünüz? Sildim onda. Bilmirəm kimin sual idi bu da. 17 getdi. Sonra neçə baxırıq? 21. 19. Bir dəqiqə. Şəkil üstündə də 19-a gəlib saxlayacam inşallah. 19, hə. Y variantı var bunun, hə, niyə yoxdur? 19. 210 baytdır. Necə? 210 baytdır. Bəli, deyir ki 19-da deyir ki 223, 13. 13 bit neçə baytdır deyir. Nə olacaq? 8 210 bayt, düzdür? 203-ə böləndə gedir də avtomatik. Düzdürmü? 210 bayt. Nə oldu? A variantı. Yəni 203-ə böləcəm da. Bu da qaldı nə? 210. Aydındır? Sildim. Kimin sualıdır bilmirəm yenə. Mənim səhv sualım idi. Mənim o da A yazmışam səhv çıxdı. A düzdür də, kaçısı? Ha düzdür. Düz idi sən. Olar mənim səhv. Ola bilər səviyyəsən. Baxdıq. 19 getdi. 21. Mənim sualım var. Sənindir. Baxdıq. Deyir ki 18 kilobit neçə baytdır? Düzdür? İndi nəyə gəlmişəm? Kilobitdən kilodan bayta yərəm, neyirəm? Bitdən bayta yərəm, neyirəm? İndi 18-i düzdür? Nə cavab? 207, 18. Belə bir cavab var elə? Yoxsa parçalayıblar? Aha, onda 9 vurulsun 2 də bu, düzdür? 2 ilə buna vurdum. 9 vurulsun 2 üstü 8. Mən bu cavab almışam, yəni C variantında. Adisi mən çıx qoymuşam. Cavab C onda. A variantı idi, o da C'dir. C'dir, C. Aydındır? Koderada səhvlər var. Koderada səhv idi, düzdür? Variant səhv idi. Mənim məntiqən baxanda 19 ilə 21 bir-birinə oxşuyur. Sadəcə birində bitdi, birində kilo. Necə? Yox. Başa düşdüm. Başa düşmədim. Yox, mənim bir şey səhv gəlmişdi, o da başa düşdüm. Heç nə bilmirəm, nə dediyini başa düşmədim. Çünki 19-cu sualına 21-ci sual bir-birinə oxşuyur, sonra O da bir sonra mən oxşamır. də fikir verdim ki, birində kilo bitdi, birində bitdi. Hə. Ona görə. Aha, sildim. 20 neçəyə baxırıq? 22. $20 megabayt neçə kilobitdir? Yazdıq. 20 megabayt neçə kilobitdir? Kilobayt çevir, sonradan kilobitə çevir. Bəli, meganı kiloya gələndə nə yeyirəm? 210 Və ya baytdan bitəyə nə yeyirəm? 203-ə bölürük. Vururam yenə. Hə, baytdan bitə, aha 200. İkisi də vurmadı. Deməli 20 vurulsun. Düzdür? O da neçə eləyir? Bunu parçalayaq. 5 vurulsun 4. Bəli, bu 2 üstü 2-dir. 2 üstü 2, 2 üstü 15. 5 vurulsun 2 üstü 15. Belədir cavab. Bəli, bizə variant. Kimin sualıdır? Qeyd eləyək. Başa düşdük yoxsa? Necə eləyəcəyik, baxın. Tuncay başa düşürük.
Kollaşdırmadan olacaq suallarımız, sonra say sistemləri olar. Bu olacaq, informasiya proseslərinə olacaq. Məsələn, çox salmazsınız. Məsələn, çox salmaram. Ya, orada əsas Məsələn, çətin gəlir falan. elə o çoxlu şeydir də, elə məsələlərdir də. Misallar lazımsınız. Yox, hələ hazırlayacağam. Bildiniz? Sildim. Necə? Onsuz da elə olacaq uşaqlar, yəni 5 asan, 5 orta, 5 çətin. Getdik. Çətin edək keçdiyimiz şeylər demək. Yenə də 8-20 şeydirlərdi, bəli. Sonra necə baxırıq? 29. Az nə qədər yazmalıyıq sizcə? Necə? Sizcə 15 sualın azı nə qədər yazmalıyıq? Ən az minimum. Bəli. 5 asansa 5-i garantidir. Belə eləyək. 5-ini də yazmalısansa heç. Bəli, imtahan informatikada necə sual düşür? 30. Aha, belə eləyək. Deməli, 8 asan, 5 çətin, 5 orta, 3 qalansı. Nə oldu? 8 asan nə oldu? 5 asan, 5 çətin, 5 orta. Yazacaq. Ən qəşəng nəticəni faiz üzərindən görəcəksiniz. 51 üstünə keçməyən elə bir kəsilir. Universitet həyatı. 51 keçməmisənsə kəsildim. Aydındır? Necə? Necəsə universitetdə. Öncə indən alışın. Nədir bu? Neçəyə baxırıq? 29, 27. 222. Yəni 23-ə baxırıq siz deyəsən, baxmadınız ki. Baxmadıq. Sizdən baxmadınız. Məncə 23 yox idi axı, var idi. Var idi. Orada 23, 22 yəni 23 yazmış deyəsən. Baxım bir dənə, bax geri qaytarıram. 23 yox. Sən 22 unutma. 20 Baxmaq istəyirsə baxaq. Yox, yox, yazmışam mən. Elə. 27. Diqqətlə baxdıq. Deyir 222 bit. Neçə megabitdir, düzdür? Sual işarəsi megabit. İndi, bəli, baxın, bitdən megaya gəlmişəm, düzdür? Amma bit olaraq da saxlamışam. Yəni bitə dəyməyəcəm, 203-ə bölməyəcəm. Bitdən megabaytdır, yəni azdan çoxa gedən deyirəm, bölürəm. Böləcəm, bitdən baytizmir, yox. 203-ə bölmürəm, yəni neçə bölürəm? 220-yə. O da elədir 222 bölü 220. 202 olur. 4 megabit. Var belə bir cavab? Ana. C variantı. Sonra neçəyə baxırıq? Kimin sualı idi? 27 daha doğrusu, neçə kimin sualı idi? 27 kimin neçə qeyd eləsin? Sunucuya qeyd elədik, yazmışdın. Kimin sualı idi? Online sizin sualdır. Mənim idi, qeyd elədim. Aha, qeyd elədik. Qeyd elədirsə silim. Bəli. Sildim. 29. 29 nə deyir? Bu niyə bu da böyüdü? Aha, deyir ki, qolluqda 15 megabaytlıq fayllar var. Deməli, bir dənə qolluq var. 15 megabaytlıq fayllar var burada. Bu fayllardan 3-ü eyni həcmli səs faylı. Deməli, 3 dənə eyni həcmli səs faylı. X-ım səs faylı, düzdür? Bundan neçə dənədir? 3 dənə. 3x yazacağım. Ben prosta hər şey qeyd edirəm. Sonra deyir, 3 eyni həcmli qrafik fayl, yenə irq deyək. Qrafik, düzdürmü? Var mı ölçülərini verməyib? Mən deyir, baxırda verir, sonra qrafik istəyir. Bir dəqiqə, hə, buranı 7 mi? 4'ü eyni həcmli video fayl. Deməli, olsun, qrafiki qeyd elədim. Z deyək buna da. Nədir bu? Belə eləyək, adlarına uyğun deyək, çaşmayaq. Bu S olsun, səs. Bu qrafik olsun, bu da olsun video, düzdür? 3 dənə nə var? 4 dənə. Bunun da sayı 4 dənədir, eyni həcmlidir. Sonra nə var? Video faylların hər birinin yaddaşı 1536 kilobaytdır. Deməli, bu bir dənə video nəyə bərabərdir? 1536 kilobayta, düzdür? İndi 4 vurulsun, belə deyək, 3S üstəyə 3 qrafik idi bu, 3 dənə. 3 qrafik, üstəyə 4 video. Bu nəyin içindədir? Bu fayllardan 3-ü eyni həcmli səs var. 15 megabaytlıq fayl. Qolluğun içindədir, düzdürmü? Deməli, bunların 15 megabaytlıq yəni fayllar bunlardır deyir, düzdürmü?
Səs fayllarının hər birinin yaddaşı 2040, qrafik faylların hər birinin informasiya həcmi neçə kilobayt olur? Yəni bunların hamısının cəmi olmalıdır 15 megabayt. Bir dəqiqə, 3 eyni səs faylı var, video faylı var, qrafik fayl, nəsə unutmadıq. Yox, hamısını qeyd eləmişik də, düzdür? Aha, 3 vurulsun. S neçədir səs faylının? 2048. 2048 neçədir 2 üstü? 11. Kilobaytdır. Üstə gəl. Qrafik nə qədərdir? Qrafiki istəyir, bilmirəm. Onda 3 qrafikə gəl deyək, G-nı X-nə əvəzləyək. Olsun 3X. Tamam. Sonra bunun da həcmini kilobaytla istəyir bu arada. Kilobaytla tapaq. 1536 vurul 4. Deməli 1536-nı belə deyək. Baxın 1536 1024 üstə 512 deyil. Düzdür? Onda mən bunu bu 1536 kilobaytsa 1.5 megabayt deyə bilərik də buna, düzdür? Yazam bura. 1.5 megabayt bərabərdə 15 megabayt. İndi vurun. Bu 211-i gəl megabayt çevirək. Neçə bölürəm? 210-a. Nə oldu? 2, 6 megabayt. Üstə gəlsin. Bu olduğu kimi qalsın. 3x. Hələ ki belə qalsın. Kilobayt hesabı silək. Üstə gəlsin. 4 vurulsun. 1.5 neçə eləyir? 6 megabayt. Bərabərdə 15 megabayt. Düzdür? İndi bu 12 eləyir də bunların ikisinin cavabı. 15-dən də 12 çıxan neçə qaldı? 3. 3x bərabərdir 3 megabayt. 1 megabayt. Bəli, 24 kilobayt eləyir. Deməli, bir dənə qrafik faylı idi də bu. Bir dənə qrafik faylımın həcmi nə qədər? Bir dəqiqə, hara girdik? Bir dənə qrafik faylımın həcmi nəyə bərabər verilmiş? 1024 kilobayta. Hara getdi abi? Düzdür. Cavab nə oldu? A variantı. Kimin sualı qeyd edəsin? Kimin sualı idi? 200 sətirdən işləyən daha sonra nə hesablayıb yazmışam? 2 üstü, hə belə açıq-açıq. Bəli. Çətin olmuyor belə. Çətin bəli. Bax, qüvvət hesabından daha sonra. Qüvvətlə, hə. Qüvvətlə. Ona görə həmişə 2-nin qüvvətinə gətirin. Ona görə deyirəm ki, 2-nin qüvvətini öyrənin ki, rahat olsun. Çünki çox olacaq. Qeyd elədiniz? Hı? 48 də deyim. Baxaq. Hə, saat 48-dir. Hələ var, hələ var. Hər yarım saatımız var mənim. 27 dəqiqə. Silim. Tez yazın uşaqlar. Oğuz tez yaz çatdıraq. Sildim. Yaz. 100% yaza bilirsən bundan sonra. Sildim. Sonra neçə baxırıq? Tuncay yazdım qurtardın yoxsa? 32. 32-də yazır qurtardıq 3.1-dən. Deyir ki 32 12 megabayt həcmi olan, deməli həcmi nə qədərdir? 12 megabayt həcmi olan qovluqdan 256 kilobaytlıq səs tipli, 2 megabitlik qrafik tipli və o kimi bu yenə nədir? Mənim qovluğum. 256 kilobaytlıq səs tipli, 2 megabitlik qrafik tipli və 2048 baytlıq mətn tipli informasiya silinmişdir. Uşaqlar, silinmişdir deyirsə çıxacağıq. Tamam? Yazıram 12 megabayt çıxılsın. 256 kilobayt neçə demək? 208 deməkdir də, düzdür? 208 kilobayt çıxılsın. Səs tipli 2 megabitlik. Elə olduğu kimi yazdıq. Megabit. Çıxılsın. 2048 baytlıq. 2048 neçədir? 200-dür. Baytlıq. Mətn tipli informasiya silinmişdir. Çıxdıq hamısını. İndi baxaq. Bu 208-i kilobaytdır. Mən bunu neçəyə 200 ona necə? Məndən cavabda nə istəyir? Gəl birinci ona baxaq. Kilobayt istəyir. Yox, belə də var, belə də var. Daha çox nə var? Megabayt var. Kilobayt bir dənədir. Kilobayt alınır. Onda kilobaytla eləyə bilərik. Ya da kilobayta çevirir.
Kilobayt çevir elə yaxşı. Ən rahatı. Məncə də çünki bu 211 də zaten 210-a bölsəm yenə kilobayt eləyirəm, düzdür? Onda belə 2 üstü bu 2 üstü 8 olduğu kimi qalır. Bunu eləyirəm. Vururam. Tamam 12 vurulsun. 2 üstü 10. Çıxılsın 208. Çıxılsın hamısı kilobaytdır. Çıxılsın 2 megabiti. Neyirəm? Böləcəm 2 üstü 3-ə, vuracam 2 üstü 10-a. 208 edir, 256 edir. Yəni 202-ni vurmalım 207, o da 208 edir, düzdür? Başa düşdünüz necə? Çevir deyirəm ki, neçə kilobaytdır, düzdür? Megadan kiloya yəni neyirəm? 10-a vururam. Bitdən bayta yəni neyirəm? 2 üstü 3-ə bölürəm. 210-u 2 üstü 3-ə bölürəm. Neçə edir? 207. Deməli 2-ni neçəyə vuracam? 207-yə. O da neçə elədi? 208. Tutdu? 2 megabit. O 2 megabit. Megabit, hə 2 megabit. Aydındır? 100%. 208 kilobayt oldu da bu da avtomatik. Çıxılsın 211 baytdır. Bunu neyirəm? 210-a bölürəm. Qaldı nə 2 kilobayt. Aydındır bu da. 208. Bu neçə elədi? 24-ü 12-yə vuranda Mənim 12288 hesaplamışam mən. 12288 çıxılsın 256 256 512 düzdür? Çıxılsın 2 kilobayt. O da eləyir 4 çıxanda 4. Evet 4 nöqtədən bir dənə. Düzdür? Səhv yazdım. Bildik. Yəni burada açar söz silinmişdir söz. Silinmişdir deyirsə nə edirik? Çıxırıq. Əlavə olunmuşdur deyirsə toplayırıq. Sildim. Yox yazın yazın. Amma məsələn versə desək silinmədən əvvəldən onu toplayacağıq. Silinmədən əvvəl Məsələn çıxacaq. deyəcək bu qədərdir, bu qədər silinmişdir. Silinmədən əvvəldirsə onu toplayacağıq. Hal-hazırda bu qədər deyəcək və bu qədər də silinmişdir. Hə. Onda geriyə qayıdır. Bəli. Sildim. Üç nöqtə 2. Yəni kilobaytdan kilobitə çevirəndə 203-ə vurur. Kilobaytdan kilobitə çevirəndə 203-ə vururuq. Bəli, baytdan bitə çevirirsən, deyil? Kilolar qalır, baytdan bitə çevirirsən sadəcə. Qaldı 3.2. 3.2 ən balaca neçədir? 4. Mən bu sualı elə bir sizə vermişdim. Vermişdim yoxsa yox? Fərqli cəhətini vermişdik. Bunu vermişdim sizə bu sualı. Başqa forması vermişdik. Elə. Gəl onda eləyək. Kim yazıb bunu? Mən yazmışam, onu cavab çıxdı. Mən 7C variantı almışam. Cavab D çıxdı axırda. Bəli. Hə, biz 3 eləmişik. Sorry. 3 eləmişik, 3 disiplin eləmişik. 3 almısınız da hamınız. Bəli. 3-dən almısınız. 52, Bəli. 52 alım. Yəni o yadınızda qalıb da o. 4-də. İndi baxın 4-ə. Deyir ki mənə 3, 4, 8 rəqəmlərindən istifadə etməklə 8 rəqəminin təkrarlanmadığı neçə 3 rəqəmli ədəd düzəltmək olar deyir. 8 rəqəm təkrarlanmadı. Onda 8-dən bir dəfə olacaq. Yoxsa arda Amma hələ yazmayaq. Bir dənə bunu yazmayaq hələ. Necə deyirsən Oğuz? arda yəni dalbadal gəlməyəcək. Ay sağ ol. Bax 8 rəqəmin təkrarlanmadığı nə deməkdir? Ya həmin 3 rəqəmlidə, 8-dən bir dəfə istifadə olunmalıdır, düzdür? Bir dəfə istifadə olunmalıdır. Ya da 8 rəqəmin təkrarlanmadığı nə deməkdir? 8 heç olmaması deməkdir, düzdür? İkisi də keçərlidir də, düzdürmü? Onda deyirəm ki, 8-dən bir dəfə istifadə olunmasının üstünə də gələcəm, 8-in heç istifadə olunmadıqlarını. Onda İndi gəl birində 8-dən ən azı bir dəfə istifadə olunduğunu tapaq. 1, 2, 3. Deməli 8-dən ən az bir dəfə istifadə olunduğunu necə tapacaq? 1 vur 3 vur 1 vur 2 vur 2 olacaq. Burada 3 olacaq. Hə. Düzdürmü? 8-dən yox bir dəqiqə. 8 3 vur 2 vur 2 vur. hə 8 vurulsun, 3 vurulsun, 2 vurulsun, 2 düzdür? Bax elə bir ki bura niyə 3 düşdü Oğuz? Tutaq ki bura 1 yazsaydım, bu o deməkdir ki 8 ancaq başda yaz. Hə, başa. Amma indi bu şəklə nə o deməkdir ki, yəni 8 burada da gələ bilər, ortada gələ bilər, axırda da gələ bilər. Aydındır? Amma ən az bir dəfə olacaq 8-dən. Bu neçə eləyir?
3 vur 2 6 12. Deməli 12 dənə ehtimal var ki, 8-dən bir dəfə istifadə olunub. İndi 8-in heç istifadə olunmadığı hallar tapıram. Bəli. O da neçə eləyir? 8. Bunları da toplayıram da ən axırda. 12 üstə 8 20 hal. Cavab oldu D variantı. Başa düşdünüz? Onda axırı düzdür. Hə, bu düzdür. Aydındır. Tam rahat. 5-ci sual 100% səhvdir. Yəni bu garantidir. Bəli, burada texnikada 6 ilə başlayan bir dənə zaten T yox, hamısı T ilə başlamış. T'dir, sonra 1 E-dir, yenə E ilə başlayırmış. 3 nədir? X-dır, yenə X ilə başlayırmış. T-nı, ən axıra baxaq, ən axıra. Hamısını çıxırıq, A-C qalır. Orada axırıncı hərfinə baxaq. 2-yə baxaq. Bəli, 2 nədir? A-dır, texnik. Düzdür. Cavab olur C variantı. Aydındır. Onlar niyə mən dedim? İşte bu düzdür, 100% düzdür. Yəni bu siz yazdığınız, bu səhvdir, sual səhvdir. Sizin yazdığınız düz idi. C yazmışdınız da. Bəli. Aha, sildim. Sonra 6-cı sual. 6-cı sualda uşaqlar səhvlik var. Deməli deyir, verilmiş kod cədvəlinə əsasən 5 və T simvolunun kodlarının 8 sayısının cəmini müəyyən edin. Normalda bunu biz ASCII cədvəlində görmüşdük. Düzdür, arasında fərq 32-dir. Burada fərq də 32 deyil. Onluq kodu, məsələn, B-nin 93, 93, 78 çıxanda neçə eləyir? 5. Nə qədər? Ya, 15. 15. Heç 32 də deyil, fərqlidir. Yəni bilinmir hansı əlifbadır. 15-dir və 3 və 7 arasındakı fərq də çox qəribədir. Yəni 9-a 4 bölünür. Mən bunun axtarını çıxmadacağam. Yəni sualda səhvli olduğunu qoydum, sual qoydum. Suala səhvli olduğunu tapmadın? Deyim, sualda səhvli olduğunu bildim, sual qoydum. Hə, düz eləmisən. Deyim, verilmiş kod cədvəlinin 5 və T simvolunun kodlarının 8 say sistemindəki cəmini müəyyən edin. Yəni 8 say sistemində, yəni bu 5 və T 9 dəfə gedibdir. Baxın uşaqlar, 3-dən 7 necə edə bilər? 60-dır, bu 69-dur. 7 ilə 3 arasında nə qədər fərq var? 4. Bu necə artımdır ki, bu necə artım ola bilər də, yəni bu? Aydındır? Normalda belə olmalıdır. 3-dürsə, 69-dursa, hə. 3-dən 7-yə indi 69-dur da. 2-2 desək, onda 5-in neçə olacaq? O məntiqdən biraz çıxar. Yenə alınmır. 2-2 artırsan. Ona görə sıxmır. Sıxmır. Heç söz çıxmır. Çünki 4,5 verəcəyin ki, niyə? Və burada biz nə almalıdır? 7-nin yerinə rəqəmi dəyişə bilərdi. 69-dan 60 çıxan neçə idi? 9. Biz 12-dən 3, yox 11-dən 3, yox 12-dən 3 hə. 12 eləməliydik ki, 7-nin yerinə. Tam qalır, 2,25. 2,25 Allah gedir. 2,25 hə, görürsən. Tam ala bilməz də, amma. Və tam alınmalı idi da, yəni elə bir şey olmalı. Yox, çaşmır sual səhvini. Kəsr ala bilməz də, tam alınmalıdır ancaq. Say sistemi əslində kəsir olur. Kəsir say sistemləri olur. Sadəcə Onda kəsr hesablasak bəlkə cavab çıxacaq. çıxar. Çıxar əslində. Bəlkə də çıxar. Prosta sizin səviyyənizdə deyil də bu yüzü sizə kəsirdə sizə kəsilməyib. 2,25 necə sevirəsən? Bəli, yəni arada 2,25. Onun 8-ni çevirməyi öyrənmisiniz məktəbdə vaxtında? Yox. Məktəbdə öyrənməmisiniz? Yəni düşmür də, bu sual düşmür. Ona görə sizə keçməyə ehtiyac yoxdur. Belə bir şeydir ki, bunun bir dənə onluq say sistemi deyirdim. Burada 0 düşəcəkdir. Bura üçün -1, -2 düşəcəkdir. Belə bir şey olur. Tamam. Aydındır. Ona görə yəni kəsir keçmir onsuz da. Sizdə düşür. O düşür miqdə. O düşür magistrda. Magistrda düşür məncə. Yəni abituriyent səviyyəsində yoxdur. Yəni siz canınızı qurtarmısınız orada. Ki magistrda, abituriyent səviyyəsində yoxdur. Tamam. Sonra mənfi rəndix ümumiyyətlə mənfi say sistemi ümumiyyətlə nə miqdə düşür, nə siz deyin abituriyent səviyyəsində, nə magistrda düşür. Heç birində düşmür də yəni. Dövlət qulluğuna daxiləsiz yenə düşməyəcək. Sonra bunu sildim. 6 getdi. 6 başa düşdünüz? Yəni səhvlik deyil əslində. Səhv deyil. Nə? Hə, siz seçməmisiniz. Ona görə də buna deməyim, yəni bu düşməyəcək olsun. Onda hesablasaq cavab çıxır. Hə, çıxar. Aydındır. Keçdik. Sonra necə baxırıq? 6 getdi. Ən balaca neçədir? 28, 18.
11 var idi. 11 var idi. 11 nədir görə 10 keçmişik mi? Aha. Bir ölkədə avtomobil nömrələri 8 simvoldan ibarət olmaqla 20 hərf və 10 simvol kombinasiyasını düzəlir. Deməli 8 simvoldan ibarət olmaqla enim nə qədərdir? 20 üstəgəl 10. 30, düzdürmü? Ümumiyyətlə bir dənə uşaqlar suala baxın, çox maraqlı sualdır. Bir ölkədə avtomobil nömrəsi çox çaşdırır da, yəni çaşdırıcı sualdır. Bir ölkədə avtomobil nömrəsi 8 simvoldan ibarət olmaqla 20 hərf və 10 rəqəm simvol. Avtomat deyirsən ki, N30-dur. Aha, bax indi. Hər bir simvolun informasiya həcminin 1 bayt olduğunu, yəni artıq sizə bir simvola düşənin həcmi deyib 1 bayt. Yəni sizdən minimal bit sayını tap istəmir. Yəni normalda 5 tapacaqdım burada, 5 bit deyəcəkdim. Yox. Minimal bit sayı istəyir sizdən? Yox. Deyir ki, bir simvola nə qədər düşüb? 1 bayt. Yəni 8 bit. 5 biti istəmir sizdən. Aydındır? Bu minimal istəmir. Başa düşdünüz? Zaten veribdir. Elə bununla da hesablayacaqsınız deyir. Məlum olsun 50 belə nömrənin informasiya həcmi neçə bayt olar? 8-i vuracaqsan 1 bayta, eləcək 8 bayt. 8-i də vuracam 50-yə, eləcək nə qədər? 400 bayt. Cavab nə oldu? D variantı. Aydındır? Kimsə çıxdı. Yoxsa mən çıxdım. Uşaqlar arxasını qaçırmadınız axırın. Online. Yani bir de diye bir anlaşılmasa. Necə? Biz de diyebilirsiniz anlaşılmasa. Hə, eşitmədiniz. Baxın uşaqlar, 11 təzə yazıram. Bir ölçüdə deyir avtomobil nömrə 8 simvoldan ibarətdir. S nə qədərdir? 8. Deyir, 8 simvoldan ibarət 20 hərf və 10 rəqəm simvol kombinasiyasını düzəlir. Normalda N-i tapırdım ki, 20 ilə 10-u toplayın neçə edir? 30. Bizə bundan sonra deməlidir ki, minimal bit sayını tap. Minimal bit sayını tapsaydım, onda deyəcəkdim 30-dan böyük neçədir? 2 üstü 5. N deyərdim nə? 5 bit. Düzdür? Amma mənə deyir ki, hər bir minimal bit sayı istəmir. Baxın, minimal bit sayı istəmir. Nə deyir? Deyir, hər bir simvol informasiyasının 1 baytdır. Neçə deməkdir? 8 bit. Yəni 1 bayt. İndi V həcmlə bərabərdir. S vurulsun N. S 8-dir. 8-i 1-ə vuranda elədi nə? 8 bayt. Demək, bir şifrə 8 baytsa, 50 belə nömrəni düzəltmək üçün nə qədər olacaq? 50 vurulsun 8. O dərəcə 400. Aydındır? Bəli. Başa düşdünüz Tuncay? Silin. Sonra neçəyə baxırıq? Kimin sual gəlir? 11-dən sonra 18. Kimin sualdır 18? 18. Baxdıq. Anlıq niyə zoom edirsən? Marketdə 24 çeşiddə müxtəlif mal satıldığını bilərək, deməli 24 çeşiddə müxtəlif maldan söhbət gedir. Məsələn, müxtəlif ancaq eyni mal demir. Bu malların ikilik kodla kodlaşdırılması üçün ən az neçə bit kifayətdir? Deməli, marketdəki 24 çeşid müxtəlif malı biz böyük yerimdəki əlifbanın sayını götürək. Yəni müxtəlif mal, məsələn müxtəlif bir şey deyirsə, yəni onu belə düşünün. Müxtəlif əlifba nədir? Müxtəlif hərflərdən ibarətdir, düzdür? Müxtəlif hərflərdən ibarət nədir? Əlifbadır. Mətndə eyni hərf ola bilərdi amma, düzdürmü? Ola bilər ki, belə desin, mətndə 24 müxtəlif hərfdən istifadə olunub, minimal əlifba sayını tap 24. Oradan tapacaq 5 bit. Aydındır? İndi məndir ki, 24 müxtəlif mal satılıb. Yəni deməli əlifbamda 24 dənə var. İndir ki, mal satılıb bilərək bu malların ikilik kolla kodlaşdırılması üçün ən az neçə bit kifayət edər. Yəni 24 deyirəm 2 üstü neçə? 5. N-in neçədir? 5 bit. Deməli 5 bitlə kodlaşar da bu. 5 bit kifayət edir. D variantı. Yəni belə də soruşa bilərik. İkilik kolla kodlaşdırılması üçün neçə simvol lazımdır? Yenə 5. Aydındır? Çünki bir simvol nə qədərdir ikilikdə? 1 bitdir. Mən 5 dənə saymalıyım ki 5 bit eləsin. Əslində sualı ora döndərə bilərdim, amma döndərəm nəcəbsə. Aydındır? Silim. Sonra 30, yox 28. 28. Burada məncə qutardı. O bir səhvədir. Aha.
Deyir, müəyyən bir əlifba simvollarını istifadə etməklə ən çox 24 sayda müxtəlif söz əldə etmək olar. Deməli, müəyyən bir əlifba simvollarını x-dan, bilmirəm da, x-dır. Simvollarını istifadə etmək 24 sayda müxtəlif söz əldə etmək olur. Belə düşünün, 24 sayda müxtəlif söz əldə etmək, yəni 24 vəziyyət var. 24 vəziyyəti yaratmaq üçün 2 üstü neçə olmalıdır? 210. Düzdürmü? Müxtəlif söz əldə eləmək orada. 2 üstün. Bu sözlərin hər birinin 5 simvoldan ibarət olduğunu bilərək əlifbanın, tamam, bizə hər şey verir. Hamısı neçə simvolludur? 5 simvollu. Yəni 1, 2, 3, 4, 5. Yadınıza düşür, belə simvol verirdim. Deyir ki, 24 müxtəlif sayda simvol düzəlmək olur. Əlifba cüzünü tap. Yadınıza düşür. Neydi? Burada x, burada x, burada x, burada x. Hansı ki, əlifba cüzünün x-lər də bunlar. Sonra da bunları bir-birinə vururdum. Bərabər 2 üstü 10. Nə oldu bu? X üstü 5. İndi deyirəm ki, bu 2 üstü 10-u necə düzəldək ki, yuxarısı da 5 düşsün də. 2 üstü 2 vur 5 kimi yaza bilərəm da, düzdür? O da o demək ki, x üstü 5, 4 üstü 5 deməkdir. X də neçə oldu? 4. Deməli, əlifba cüzü nə qədər imiş? 4. A variantı. Bu tipli sual vermişdim sizə. Yaza düşürsünüz. Silin. Yazın gelin. Murat yazmıştın bunu. Hayır. Hayır, qeyd edin bunu. İbrahim yazmıştın. Müəllim yazmamışdım, indi qeyd etdim. Ben yazmıştım. Üçer. Yazmamıştım. Çünki orada 124, 210'a ikinci de koyduk. Orasını yapıp şişmemiştim. Bu əslində 211. satılmış. bunun əslində yəni bu başda şərti oxuyanda elə bildim ki, ondan söhbət gedir. Sonradan fərqinə vardım ki, yox, bu deyir ki, heç bir əlaqəsi yoxdur, onu silmə əyəxsi. Onu özü də x çəkin üstündən. Çünki heç bir əlaqəsi yoxdur. Çünki müəyyən bir əlifba simvollarından deyir istifadə etməklə ən çox müəyyən bir əlifba simvolu nədir? X, bilmirəm. Deyir ən çox 24 sayda müxtəlif söz əldə etmək olar. Yazıda düşürsə biz deyirik ki, 5 dənə belə simvol olsaydı, hamısını x düşürdü, əlifbadakı hamısı da. Ondan 210 düzəlir. İndi mən hamısını x atdım. X üstü 5 bərabər 210, onu da düzəldirəm. Şey oradan çıxır, yəni budur əsas. Hə, onu silin, o ehtiyac yoxdur. Gərək silərdim başdan onu. Aydındır? Silin. Sonra neçəyə baxırıq? 30. Məlumat 16 simvoldan ibarət olan minimal əlifba simvolları yazılıb. Deməli, məlumat 16 simvoldan ibarət olan minimal əlifba. 16 simvoldan ibarət əlifba ilə yazılıb da, düzdürmü? O da neçə? 204. Yine dediyimiz kimi də klaviaturumda 16 tane simvol var. Ancaq onlarla yaza bilirəm, düzdürmü? İndi bu da 204. En neçə düşdü? 4 bit. Görün nə istəyir hələ bizdən? Minimal əlifba simvolları yazılıb. Məlumatın 120 simvolundan ibarət olduğunu, 120 simvol. Onun informasiya həcmi silmiş. S vur V də böldü. 120 vurulsun 4. O da 480 bit. 480 bit var cavab. Var B variantı. Baxın byte da salıb, bit də salıb. Diqqətli olun. Yaxşı. Həmişə demişəm ki, buranı nə götürürük? Bit. Sonra silin. Qeyd elədinizsə. 37, 32. İşıq tablosunda lampa. Bəli. Bu kimin sualdır? Sən desin. Kimin sualsa desin. İşıq tablosunda lampalar iki vəziyyətdədir. Ya yanır ya da yanmır. Yəni 1 və 0-dan ibarətdir, düzdür? Ya yanır ya da yanmır. 78 ədəd biz demişdik ki, yanır yəni 1 deməkdir, yanmır yəni 0 deməkdir. 78 ədəd müxtəlif unikal vəziyyət qollaşdırması üçün işıq tablosunda ən az neçə lampa olmalıdır? Yəni nə qədər olmalıdır? 78-i düzəltmək üçün 2 üstü 7, bəli. Yəni i
7 bitdi. Yəni 7 dənə də lampa lazımdır mənə. Aydındır? Çünki hamısı 1 və 0-dır. 7 bit. Oldu nə? Hanı? C variantı. Sonra necə baxırıq? Başa düşdük bunu, yoxsa yox? Belə çəkirdik də uşaqlar. 4, 5, 6, 7. Buna da 2 bax. Bu da 2, bu da 2. Yəni 1 ya da 0 alır da bu, düzdür? Bu da 1 ya da 0 alır. Yaza düşdü. İndi hamısını vuranda neçə olur? 7 dənədirsə 207. 207 128. 6 dənə olsaydı, bax bu olmasaydı 200-də 6 64 var. 78-in içində 64 yoxdur da, yerləşmir. Demək 128 lira. 32 getdi. 36 Neçə? 36 Sildim. Deməli 36. Hardadır 36 burada. Deyir kompüterin ünvan şini 8 mərtəbəlidir. 8 kanaldan ibarət. Hər bir mərtəbə ilə 3 fərqli siqnal ötürmək mümkündür. Hər bir mərtəbə 3 fərqli siqnal ötürmək. Ən çox neçə fərqli ünvana məlumat ötürmək olar? Deməli bir də oxuyaq. Kompüterin ünvan şini 8 mərtəbəlidir. Tamam, 8 mərtəbəsi var. Hər bir mərtəbəsi ilə 3 fərqli siqnal ötürmək mümkündür. Onda belə düşünək də, bu 8 dənə mərtəbəsi var, 8 kanalı varsa, 1, 2, 3, 4, yəni 8 kanal, 8 mərtəbə eyni şeydir. 4, 5, 6, 7, 8, düzdür? Hər biri də 3 fərqli siqnal ötürmək mümkündürsə, deməli 3 dənə müxtəlif vəziyyət var da hamısında. Düzdür? Deyir ki, ən çox neçə fərqli ünvana məlumat ötürmək olar? 3 üstü 8. Cavab oldu nə? D variantı. Aydındır? Murat? Oğuz yazmışdın? Bəli. Başa düşdüysə sildim. Sonra neçə var? Hüseyin, başa düşürük. 37. 37 var idi da, hə? İnformasiyanı kollaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa qırmızı, göy, yaşıl rəngli. Deməli, hansı rənglərə? Qırmızı, göy, yaşıl, bir də əlavə olaraq sönmüş, yəni sönmüş vəziyyətdə ola bilər. 300 müxtəlif siqnalı ifadə etmək üçün ən az neçə LED lampa istifadə etməlidir? Deməli, bax, bir dənə lampadır bu, lampa düşünün bunu. Neçə fərqli vəziyyət alır? 1, 2, 3, 4. 4 dənə fərqli vəziyyət alır. Deyir ki, 3 müxtəlif siqnal almaq üçün, bax, bir dənə lampa yatırırsam 4 vur 4 olur da, düzdür? Neçə oldu? 16. Bir dənə də lampa yatırdım. 64. Yerə buradan yazmazdık bunu. Aha, bir dənə lampa belə yazaq. Bundan əslində yazmışdıq. 64 oldu. Bir dənə lampa yatırdım. 64 vur 4. 256. 300 içindədir? Yox. Deməli 4 dənəsi sığmır. 5-ci gələndə 256-dan çox olacaq da, düzdürmü? Deməli neçə lampaya sığır? 5 dənə. Bu da 256-nı 4-ə vuranda neçə eləyir? 1024. Yəni 5 dənə. 5 lampa. Başa düşdük? Sök qeyd edin. Cavab oldu C variantı. 39, 40, 42. Silinmi? Tuncay tez ol. Kimsə yazır, sən yazsın. Bunu izah eləmişdik qaydada, yenə qayda dəftəri açsız baxarsınız, görə bilərsiniz. Buna aid sual da vermişdir, əlavə. Elə? Bəli. Orada belə deməm. Mən belə deməmişdim da, qırmızı, göy, yaşıl sönmüş. Deyirdim ki, bir lampa 4 vəziyyət alır. Yəni lampa sadəcə işıq yanır və işıq yanmırdan ibarət deyil də. 2 vəziyyətdən 4 dənə də olur. 15 dəqiqə. Qəbul imtahanında. Sən sağ Hə, kollaşdırma düşəcək. Miqdarın ölçülməsi, aha. Belə tipli də ola bilər, hər cür ola bilər. Mən belə bilmirəm. Mən nə diqqətlərini satırım. Onun açmadığına bağlı mən. Bu sizə çətin gəlir. Xeyr, mən çox asandır. Bunu çətinlərə sal. Bu asandır mənim. Çətin sağ.
çətinlər Yəni indi ilk imtahan olacaq. Axırda hamımızdan müzakirə edəcəm. Çətin idi yoxsa asan idi imtahan? Elə deyək. Ona uyğun başa düşəcəm ki, hə sizə deməli bu hələ çətin gəlir. Silim bunu. Neçəyə baxdıq? 39 40 42. 39 Saat neçə oldu? 15 idi. Gəl buna da baxaq, sonra çıxaq. Deyir ki, Ravil müəllim arxiv sənədləri arasında aşağıdakı şəkildə kod tapır. Yəni bundan ibarət. Deyir bu kodu Gündüz müəllimə göstərir. Gündüz müəllim bu kodun ikilik kod olduğunu müəyyən edir. Bu kodun hansısa sözün ifadə etdiyini düşünürlər və bir müddət araşdırma aparırlar. Araşdırma zamanı həmin sənədin analoqunu tapırlar və analoqda variantlarda qeyd olunmuş sözlərin əks olunduğunu görürlər. Verilmiş ikilik kodda hansı söz ifadə edilə bilər? Bu tipli misallarda uşaqlar belə bir şey veribsə, necə? Bunlar ayrılır da, Bəli, ayrılıq. Yəni bu tipli misalları görəndə, məsələn mənə demir də 16-lıqdadır, ya 8-dədir, asılıdır, Unicode demir ki. Yox, onu mən özüm edəcəm. Neçə simvol var ümumi? Tapın. 3, 6, 9, 12, 15, 18. Dəqiqə. Neçə oldu? 3, 6, 9, 12, 15, 18, 3 sayı 3, 21. Demək simvollarımın sayı 21-dir. İndi uşaqlar sizə sual verirəm. 21 kimin bölənləridir? 3 7 1 Düzdürmü? 3 ya mən bunu 3 böləcəm, ya da 7 böləcəm. 7 bölsəm 3 hərfli bir şey olacaq, düzdür? 3 hərfli söz görürsünüz variantlarda. Deməli, neçə olacaq? 300 bölünürmüş də 7 hərfliymiş. Mənə nəyisə vermiş ikilik kodu hansı söz ifadə edə bilər? Tamam, 7 hərfli sözlər hansılardır? Bu 6-dır. Bu da 6-dır. Bir dənə müəllim də 7. Cavab çıxdı B variantı. Dərslik də var mənim. Dərslik də var. Onda baxırıq. Eğer iki harfi aynıysa, Onda hə, niyə edəcəm? Badlılı onsuz da eynidir ikisində də. Axırdan 3-cü hərf, 4-cü. birle ikinci var. Birlə axıra baxıram. Düzdür? Ya biri ya da axıra. Axır baxıram 3 üzərinə 110-dur. Başda neçədir? O da 110-dur. Deməli müəllim imiş. Aydın oldu. Eyni formada deyib 40 var. 40-da işlə kollaşdırmada yazırsınız, ayıracaqsınız. 3 üstü ola bilər, 2 üstü ola bilər. Burada fərqlidir, görürsünüz. Koda uyğun. Bir də burada növbəti səhifəyə keçsək. Oradadır. Növbəti səhifədə. Hə, 41, 42. 41, 42 yazmışsınız. Yazmışdınız. 42 mənim. 40, 42. 40-ı yazdıq da incə. 42-də qutaraq, elə qutaraq. Ondan sonra keçək dərsə. 42. Avtomatik qurğu ilə çatdırdıq da koderon. 42. Avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. Yəni avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu Azərbaycan əlifbasıdır. Deməli bax 8 dənə şifrədən ibarət. Uşaqlar simvoldan 3, 4 dənə, 5, 6, 7, 8. 4 dənə burada, 4 dənə də burdadır. Gördünüz? Böldüm belə. Deyir ki, bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu Azərbaycan əlifbasının yalnız böyük hərflərlə. Yalnız böyük hərflər, yəni Azərbaycan əlifbası nə qədərdir? Böyükdürsə 32, 32, 32 və 32. Əgər mənə böyük və kiçik desəydi, onda 64, 64, 64. Düzdür? İndi ki, qalan 4 isə onluq sayısının tək rəqəmlərindən. Onluq sayısının tək rəqəmləri hansılardır? 1, 3, 5, 7, 4. Neçə dənədir? 5 dənə. Deməli burada 5, 5, 5, 5 olacaq. Yəni 32 üstü 4 vurulsun 5 üstü 4. Şu, var belə cavab? Var. Y variantı. Aydındır? Sildik. Qurtardıq da. Hə, yazın. Hə? Yazın, nə yazın? Onu çatdıracaq, narahat olma, çatdıracaq. Modelləşdirməm bu həftə tam keçməyəcəm hələ.
Bu həftə deyirəm, bu gün tam keçməyəcəm. 4-cü gün tam keçəcək, qurtaracaq. Necə? Həftədə dərs keçəcək, modelləşdirmə. Yəni bu gün nə keçəcək? Modelləşdirmə. Ders hazırlığım var. Necə? 10 dəqiqə. Hə, buraxacam, 10 dəqiqə buraxacam. Çatdıracaq. Sileyim. İnşallah, deməli, yazırdın. Yazdım, bitirdim. Hə. Deməli, mövzu çox çətin mövzu deyil. Həqiqətən rahat mövzudur. Bu dərsləri keçirlər, bizim mövzunu yadımda qaldı. Necə? Modelləşdirməni keçirlər də o dərslərdə. Məktəbdə, hə, niyə keçmirdilər? Onun üçün asandır. Keçirdilər, məncə keçməlidir. Bəli, keçirlər mən. Onsuz da eyni şeydir, rəqəmsal ya da informatika eyni şeydir onsuz da. Amma rəqəmsal dalım yaxşı mən. 100%. Dəqiqə, indi. Orada işləyən developerlar əməvəşdə əziyyət çəkir. Konkret, yəni suallar hazırlamaq, sualları hazırlamaq düzdür, sualları işləyirlər prosesora. Açdıq, baxdıq, modelləşdirmə. Səhifə Neçə? 71 həll. Böyük ehtimal bizə düşəcək o 68, 64, 65-ə falan. Yəni baxaq. 61. Hətta biraz da yuxarıymış. 64 nədir? Biraz da yuxarıymış. Biraz da yuxarıymış. Aha, gəldik, çatdıq. 61 imiş. Aha, sizdə 71, məndə 61. Elə 10 səhv arxadayam. Aha. Deməli, modelləşdirmə. Modelləşdirmə nədir? Ümumiyyətlə belə başa düşün. Məsəl üçün, yəni əgər biz modelləşdirməyi nə üçün edirik? Ümumiyyətlə modelləşdirmə özü nədir? Bax, burada yazılıb. Modeldir real obyektin, prosesin və ya hadisənin sadələşdirilmiş təsviri məqsədi ilə süni şəkildə yaradılmış obyektdir. Model hazırlamaq prosesində də modelləşdirmə deyilir, yəni uyğun olaraq adı üzərində. İndi model və modelləşdirmə, prototip bizim birinci prototipimiz olmalıdır ki, yəni orijinalı versiyası olmalıdır ki, ona baxıb nəsə düzəldim, tamam? Prototip ola da bilər, olmaya da bilər. Yəni məsəl üçün çox var biz modeli o zaten ona görə istifadə edirik. İndi prototip bizə əl çatandır, yer kürəsi. Əl çatandır. Yox, yəni mən bunu əlimə sığdıra bilirəm yer kürəsini, yox. Ona görə niyə qlobus çıxardıblar ki, mən xəritəyə tam baxa bilim. Ölkələr, ölkə xəritəsi necədir, nə formadadır, tamam. Onları görə bilməyim üçün boğazlar hardadır, hamısını görməliyəm, yox. Coğrafiya keçirik məsəl üçün. Aha, orada biz hamısını bir yerdə görə bilməyim üçün qlobusdan istifadə edirik artıq. Aydındır? Yəni bu kürə formasındadır, bu fırlanır, bunları çatdıra bilməyim üçün. İndi deməli, orijinal nə oldu? Orijinal və ya prototip deyirik. Orijinal və ya prototip gördünüz. Prototip model deyil. Prototip nə oldu? Orijinal oldu. Uşaqlar, buradasınız. Modelləşdirmədən bu hallarda istifadə edilir. Prototip olmadıqda. Məsəl üçün nə yazılıb? Qədim şəhərlər. Qədim şəhərlər artıq ələ çatan deyil də, düzdürmü? Şəhərlər sökülüb, bəlkə də onun yerinə yeni şeylər tikilib. Bəziləri də qoruyur hələ də bu günə qədər, düzdürmü, qədim şəhəri. İndi nəsli kəsilmiş canlıları öyrənildi. Nəsli kəsilmiş canlılar, bəli, artıq məsələn dinozavrlar nədir? Mümkün deyil də, nəsli kəsilib də onun. Biz onun hətta muzeylərdə, Amerikada falan muzeylərdə görmüsünüz yəqin ki, kinolarda falan. Kinolarda nə göstərir? Muzeyin içində dinozavr var. T-Rex deyirlər, nə deyirlər ona? Skeletini düzəldiblər, düzdürmü? Aha, o nədir? Modelləşdiriblər də onu. Əl çatan deyil artıq günümüzdə. Yerdən tapdıqları sümükləri, qazıntı nəzərində tapdıqları sümüklərindən onu düzəldiblər. Əla, nəsli kəsilmiş canlıları öyrəndə, qədim şəhərlər öyrəndə prototipdən istifadə olunur. Əla, yəni modelləşdirirlər. Orijinal obyektin tədqiqi həyatı üçün təhlükəli olduqda və ya baha başa gəldi. Bəli, bu da olur. Məsələn, kosmonavtlar kosmosa çıxmamışdan əvvəl normaldır, kosmonavtın paltarı kosmik səmada o təzyiqə alışıq olmalıdır, o istiyə alışıq olmalıdır, günəşin istisi, şüalarına alışıq olmalıdır, düzdürmü?
Bizdə indi orbitdən keçən ayrı, bir də var birbaşa günəşlə təmas ayrı, düzdür? Onların hamısını bir-bir ölçmək üçün birinci neyirlər? Gerçək həyatda həmin mühit kimi bir şey yaradırlar, modelin qururlar və kosmonavtın paltarını o istiyə salırlar, görürlər dözür. Hə, görürlər dözür. Deşik falan olmur ki, yəni oksigen hardansa çıxa bilmir ki, yox. Deməli, dözümlüdür. Artıq nədir? Yəni maddi pulu sıfıra endirirlər. Demək ki, pulu aşağı endirirlər maksimum. Biri var yuxarıda o sınaqdan keçsən, biri var aşağıda. Bildik. Və yaxud da ki, elə bəlkə də keçən il çıxmışdı da, Oppenheimer kinoya çıxdı, bizim atom partlaması falan. Onlar neyirlər? Sınaqdan keçirdilər birinci, hamısı bir yerə yığılmışdı. Oppenheimer öz şagirdlərlə bir yerdə atomu çıxardırdı əslində orada, düzdür, kinoda belə göstərirlər. Nə olur orada? Birinci onlar sınaqdan keçirirlər. Həqiqətən atom partlasa nə olacaq? Bunlar neyronlar belə parçalan yayılacaq. Görürlər ki, həqiqətən də bu sınaqdan keçirirlər, alınır. Aha, sonra onu artıq neyirlər? Orijinalını yoxlayırlar. Yəni birinci prototipini yoxlayırlar, ondan sonra keçirlər. Düzdür, o vaxt artıq o qədər də modelləşdirmə söhbəti yox idi, amma birbaşa elə canlı örnəklədilər. Amma daha kiçik versiyası. Yəni birə-bir atom olsaydı o təbii ki orada daha çox şey olardı. Aydındır? Daha kiçik versiyasında yoxlayırlar, sınaqdan keçirdilər. Sonra orijinalı birbaşa tədqiq etmək mümkün olmadı. Məsələn, Günəş sistemi, atom, neutron, geoloji hadisələr məsələn. Məsələn, bunu hətta belə bir kiçik bir şeylə müqayisə edək. Məsələn, fizikada biz Günəş sistemini necə öyrənirdik? Deyirdik ki, Günəş sistemi ortadadır, ətrafında planetlər fırlanır. Bunu necə öyrənmişdik? Məsələn, ilk dəfə bunu sübuta da necə keçirmişlər? Belə videolar da var da, görürsüz. Parçanı belə tuturlar, ortaya ya çörək atırlar, ya da yəni böyük bir kürə, ağır bir şey atırlar, ya da dairə atırlar, nəminə atırlar. Yanına da kiçik dairələr atırlar. Görürlər ki, həqiqətən başlayır nə olur? Onun ətrafında fırlanır. Əslində Günəş sistemini nəyə yaratdıq? Modelin qurduq. Əslində onu tutmaqla, onu eləməklə modelin qurmuş oluruq. Aydındır? Bu da həmçinin ona aiddir. Orijinal obyektlərin xassələri xüsusiyyətlərini istehsaldan əvvəl müəyyən etmək lazım gəlir. Strukturunu və parametrini dəyişdirmək və dəqiqləşdirmək. Məsələn, yeni növ təyyarələr və ya avtomobillərin hazırlanması. Bəli, həmçinin avtomobillərin hazırlanmasında birinci onun neyirlər? Kiçik maketini düzəldirlər və yaxud da evləri tikəndə birinci onun kiçik maketlərini düzəldirlər. Ondan sonra o maketlər əsasında neyirlər? Evləri düzəldirlər. Yəni bu ev harda salınacaq, bu binalar harda salınacaq? Birinci maketini göstərirlər, sonra. Aydındır? Sonra keçdik növbəti suallara. Deyir, obyektin xüsusiyyətindən asılı olaraq onun bir neçə müxtəlif modelini hazırlamaq mümkündür. Bəli. İndi modeli bildik, modelləşdirməni bildik, prototip bildik ki, orijinaldır, statik model, dinamik modeli qaldı. Belə yadda saxlayın, dəftərinizdə də qeyd edin. Deyin ki, model zamana görə, yanında belə qeyd edin, zamana görə. Deməli, deyəcəm, model zamana görə neçə hissəyə ayrılır? Deyəcəksiniz iki yerə. Bəli, statik və dinamik. Onlayn qeyd edirsiniz də qayda dəftərinə. Bəli. Aha. Statik dedik ki, bu nədir? Zamana görə nədir? Yəni, zamana görə statik modellər zaman keçdikcə dəyişmir. Amma dinamik modellər zaman keçdikcə dəyişir. Dinamikdir də, adı üzərində statik, dinamik. Aydındır? Məsəl üçün, statik modeli nə ola bilər? Heykəl. Məsəl üçün, Səməd Vurğunun heykəli 28 mayda, düzdürmü? 10 il əvvəl də eyni formadaydı, bundan 10 il sonra da eyni formada qalacaq, düzdürmü? Yəni, illər keçdikcə Səməd Vurğunun birə-bir eynisi orada qalacaq, yəni heykəli orada qalacaq, düzdürmü? Nədir? Statikdir, dəyişmir. Dinamik modelə amma nədir? Dəyişir zaman keçsəm. Artıq bu nədir? Məsələn, şəxsiyyət vəsiqəsi. Məsələn, şəxsiyyət vəsiqəsi mən bir yaşı olan uşağa belə şəxsiyyət vəsiqəsi verilir, düzdürmü? Şəkli ilə falan verilir hətta. Uşaq böyüdükcə imici dəyişir, düzdürmü? Bu hətta biraz da yəni imici dəyişir və yaxud da soyadını dəyişə bilər istəsə, düzdürmü? Hər şey eləyə bilər də. Nə olacaq? Vəsiqədə soyad dəyişsə, soyad yeri dəyişir, deməli dəyişə bilir, dinamikdir. Vəsiqədə şəkil hər il dəyişir, hər il yox, 10 ildən bir dəyişir, 10 ildən sonra dəyişəcək, düzdürmü? Sonra siz deyin, vəsiqə əvvəllər köhnə vəsiqələr yekə idi, indi daha yığcamlaşıb, bəlkə bundan sonra hələ lap da balaca, başı yoxa çıxdı bəlkə də, sifə çevrildi. Yəni, hər şey onu dəyişə bilir də, düzdürmü? Dinamikdir. Aydındır. İndi aşağı düşək, məsəl üçün burada.
Deyir ki, robot. Robot məsəl üçün indi günümüzdə hələ ki robot dinamik gedir. Niyə dinamik gedir? Statik də gedə bilər, əslində dinamik də gedə bilər. Çünki dinamik mən dəyişəndə daha da mən inkişaf edib. bəli, bax ona görə dedim. Robot məsələn hələ də üzərində robotlar hələ günümüzdə o qədər də yəni məşhur deyillər. yəni şey deyirlər də, həkk eləməyiblər həyatımızı, amma bir də bəzi ölkələrdə bizim ölkələrdə o da var. Amma yəni daha hələ ki o qədər də ağıllı deyil də, düzdürmü? O qədər də ağıllı versiyaya çatmamışıq. Yəni hələ də üzərlərində işləyirlər ki, daha ağıllı versiyasına çıxsınlar, düzdürmü? Robot ona görə hələ də nədir? Dinamikdir. Günü-gündən ağıllaşır. Belə düşünə bilərsiniz, düzdürmü? Şəxsi vəzifəsi dedik dinamikdir o heç. Heykəl statikdir. Gəlincik mən məsəl üçün bir dənə gəlincik almışam, düzdürmü? Ta ki 1 yaşında həmin gəlincik alınıb. İndi keçmişdən bu gün gənclərin modelləri dəyişib də. o da düşünmür, elə də düşünmək olar, amma belə düşünəcəksən. Sən o gəlinciyi almısan, bu günə qədər də qalıb o gəlinci. Dəyişir. Mən əgər gəncin özünə baxsaq, əgər o inkişaf edib gəldi, daha gözəlləri ilə bu günə qədər gəlir. Amma özünə baxsa o qalır bu günə kimi. O da var. Manken amma O qalır indi. statikdir, düzdürmü? Bəli. Dəyişməyəcək. Yəni gəlinciyə o tipli baxsam, olacaq dinamik. Əgər yox, mən düşünsəm ki, mənə məsələn bir dənə 1 yaşında alınan bir hədiyyə idi. Bu günümə qədər nə olub? Hələ də qalıb eyni formada. Əslində o da qeyri-mümkün hal ola bilər. Əgər sən qəşəng saxlamısansa statikdir, sən qəşəng saxlamamısansa dinamikdir. Yəni dəyişə bilər. Bir gözü yox ola bilər. Düzdürmü? Hər cür forma. Onun gəlinci deyə bilərik dinamikdir. Tamam. Dinamik deyə bilərik. Manken amma hələ də şeydir. Statikdir. Keçdik. Bəli. Pul dinamik ola bilər. Pul dinamikdir, bəli 100%. Əvvəl şirvan idi. Sonra oldu nədir? Manat. Məsələn, məsələn, liradan misal gətirəm. Bir qalxır, bir düşür və ya dollar. Ümumiyyətlə dinamikdir. O mənada baxsaq olar, yenə də o mənada düzdür. Dəyər olaraq dinamikdir. Həmçinin forma olaraq da dinamikdir. 10 manat əvvəlki 10 manatdan indiki 10 manat fərqlidir. Əvvəlki 50 manatdan indiki 50 manat fərqlidir. 1 manat da dəyişib. Ona görə o da dinamikdir. Sonra keçdik buna. Modellər istifadə sahəsinə görə təsnif etmək olar. Biz yazılı düşürsək kollaşdırma keçəndə vektor təsvirlər və rastlı təsvirlər keçəndə onlar demişdik, bir də orada hansı nələr var, onları öyrənmişdik. Düzdürmü? Təsvir incəsənət modeli ola bilərdi, sonra elmi model ola bilərdi orada, düzdürmü? Burada isə nə var? Tədris modelləri var, oyun modelləri var, elmi texnik model. Bu suallar düşürə topda var idi, ona görə göstərirəm. Keçən nə qədər düşmürdü? Bu il topda var deyə böyük ehtimal düşə bilər, ona görə deyirik. Tədris modelləri, oyun modelləri, elmi texnik modellər, təcrübə modellər, imtihaz kimi. Yəni bu hissəni bir dənə öyrənin, yaxşımı? Hansı modellərimiz olur? Tədris, oyun, elmi texniki, təcrübə və imtihazı. Yaxşı. Eyni şəkildə kollaşdırmada da bunları öyrənərsiniz. Bunlar. İndi tədris modelləri simulyatorlar deyir. Məsəl üçün pilotlar birbaşa samolyot arxasında oturmur ki, birbaşa samolyotu qaldırmış ki, yox. Simulyasyona salırlar da onu. Görmüsünüz videolarda. Kopya bir kokpitə girir. Həqiqətən elə bir ki, həmin o ordadır, onu yaşayır. Hətta hərəkətlik də verir ki, pilot onu birə-bir yaşasın. Kapitanlar üçün də həmçinin, yəni gəmi kapitanları üçün nəzərdə tuturam. Gəmi kapitanları üçün də həmçinin dənizin dalğa səviyyəsi, dənizin dalğasının gücü artsa nə edə biləcək falan, onu birinci simulyasiyaya salırlar. Orada öyrəndikcə, ondan sonra yavaş-yavaş gəmiçi olur da, yəni kapitan olur. Bu oldu nə tədris modelləri. Oyun modelləri iqtisadi hərbi işçilər oyunları. Əslində oyun modelləri yenə o pilotlar olduğu yerdə ola bilər. Yəni o da oyundur, əslində simulyasiyadır. Amma o daha çox tədris modelidir. Yəni necə deyim, daha çox orada öyrənmək xarakterli oyun kimi düşünülür. Tədris modelidir, ona görə adını qoyublar. Amma burada oyun modellərində iqtisadi hərbi işçilər oyunlar. Məsəl üçün hərbi oyunlar, işçilər oyunlar bu daha çox şeydir, yəni əyləncəsinə olan bir şeydir. Məsələn, hərbi oyunlar avtomat oyunlar ola bilər, düzdürmü? Silah oyunları ola bilər. Hərbçilər üçün məsəl üçün nişan almağı falan öyrənmək üçün birinci onu simulyasiyona sala bilirlər. VR-lar var, VR açıqlar, taxırlar orada öyrənirlər, düzdürmü? Onlar ola bilər və s. O özünüz də oxusanız, yəni başa düşəcəksiniz, çox çətin bir şey deyil, yəni oxusaq. Elmi texniki modellər elektron avadanlığın sınaqdan keçirilməsi üçün sistemdə proseslər və ya hadisələr öyrənmək üçün yaradılır. Məsələn, elektron avadanlığın sınaqdan keçirilməsi üçün. Bu da yenə elmi texniki modellərdir. Yəni məsəl üçün biz proyektoru proyektor nəzərdə tutaq. Proyektor daha çox elmi tədqiqatda, elmi üçün, düzdürmü? Nəyisə göstərmək xarakterli, nəyisə ötürmək xarakterli. Məsələn, bu proyektoru çıxartmamışdan əvvəl bunu sınaqlardan keçirdiblər, düzdürmü? Məsələn, fizikada öyrənirsiniz nəyi?
bunun göz hissəsi görmüsünüz də belə məsələn şuanın yayılma bucağıdır, düzdürmü? Şuanın yayılma bucağı bu necədir? Necə qabarıq gedir də, düzdürmü? Elə gedir də. O mövzu işləmir, qabarıq gedir. Yəni içəridə balacadır, çölə çıxanda böyük olur. Bunu birinci neyirlər? Sınaqdan keçirlər, sonradan onu düzəldirlər. Yəni belə düşünə bilərsiniz. Əlbəttə şüşə üzərində sınaqdan keçirilir ki, o yaşanır, sonra üstə Ay sağ ol. Məsələn, sinema zallarında fikir vermisinizsə əgər proyektorun arxasında eyni kino gedir, amma balaca versiyada. Proyektorun arxasından da çıxır şua. Amma onun böyük versiyası qabaqdadır. Bir də tərsinə ordadır. Aha. Təcrübə modellər məsələn dizayn edilməsi avtomobilin eksperimental modeli və bu da yenə avtomobilin modelindən, yəni avtomobilin bayaq sınaq deyirdik, məsəl üçün sağlamlıq testi ola bilər. Avtomobilin sonra siz balaca versiyasını düzəldirlər, ona baxıb düzəltmək üçün ola bilər. Tamam. Və s. İmitasiya modelləri reallığı təqlid edir. Bir qayda olaraq təcrübə dəfələrlə təkrarlanır. Bu da bayaqki dediyimiz kimi, yenə maşını məsəl üçün bir dəfə yoxladıq, fail oldu, uğursuz oldu məsəl üçün testi. İkinci dəfə yenə yoxlayırlar. Üçüncü dəfə yenə yox. Ta ki nə vaxta qədər uğurlu olana qədər. Modellər bayaqlarım zamana görə iki hissəyə bölünür. Bu səfər təqdim olunma formasına görə iki hissəyə bölünür. Bunu da siz qeyd edin. Modellər, yenə model. Bu səfər təqdim olunma formasına görə təqdim formasına. Təqdim olunma formasına görə iki hissəyə bölünür. Bir maddi, bir də nə olacaq? İnformasiya. Bir maddi modeli var, bir də informasiya modeli var. Maddi model bu səfər nədir uşaqlar? Birinci klasın. Maddi model, məsələn belə düşün uşaqlar, mən toxuna bilirəm. Həmin modelə toxunuram. Gözüm yolu belə toxunsam bilirəm ki, nədən söhbət gedir. Məsəl üçün takdir informasiya kimi oldu bu biraz. Məsəl üçün Qız qalasının maketi var əlimdə. Tamam. Mən bunu belə də yoxlasam görürəm ki, qız qalasının formasındadır. O cismi hiss edə bilirəm. Yəni toxuna bilirəmsə, deməli bu maddi modeldir. Aysa, yəni model elə bir ki, əlimin altındadır. Artıq onun bir modeli var. Globus məsəl üçün modeldir. Qız qalası modeldir. Təyyarənin oyuncaq versiyası, balaca versiyası modeldir. Maşının balaca versiyası modeldir. Bunlar nədə toxuna bildiklərimdir. Məsələn, burada şəkildə göstərib atomun zərrəcikləri məsəl üçün gördünüz. Yəni neutronlar falan burada göstərib. Onlar nədir? Modeldir. Sonra nə var? Globus dediğim. Ya atom bərk cismin modeli məsəl üçün. Nə? Globus. Globus da həmçinin. Təbii ki, 100 var. Təyyarə, qız qalası və görürsüz bərk cismin modeli. Bu da neutronlardır da böyük ehtimal. Elə şey olmalıdır. Aydındır. Və informasiya modeli gəlir. İnformasiya modelində mənim elə bir fürsətim yoxdur. Yəni mən buna toxunaraq hiss eləmirəm. Bunu daha çox gözümlə görüb oxumalıyam. Tamam? Sözlə təsvir ola bilər, cədvəllə ola bilər, sxemlə ola bilər, şəkillə ola bilər. Məsəl üçün sxemi həmişə deyirik ki, nə? Metrolarda, metronun getdiyi istiqamətlər, həzərsən oradan dərinə və içəri necə gedir? Sxemdir də o, düzdürmü? Gözümlə görürəm o informasiyanı, düzdürmü? Oxuya bilirəm. Toxunub hiss eləmirəm ki, o yolu. Yox. Nədir? Baxıram. Cədvəl, yəni yenə cədvələ gələcəyik, bunu daha ətraf keçəcəyik. Obyekt cədvəli də var, obyekt xassiyyə cədvəli də var. O mövzuya bugünkü dəyməyəcəyik, 4-cü inşallah o mövzunu keçəcəyik, tam başa düşəcəyik. Sözlə təsvir var, bir də şəkil var. Cədvəl deməli obyekt olur, bir də obyekt xassiyyə olur. Sözlə təsvir aşağıda olduğu kimidir. Məsələn, bax, bu şəkildir, bu sözlə təsvirdir. Şəkildə verib Vaqif türbəsini, kənarında da onun nəyi verib, sözlə təsvirim verib, haqqında məlumatın. Yəni mən gözümü yumdum, bu vərəqə toxundum, nə istəyirəm? Vaqif türbəsi olduğunu görəcəyim, yox. Amma Vaqif türbəsinin maketi olsa və mən Vaqif türbəsi haqqında məlumatım olsa, hiss edərək bilərəm ki, bu Vaqif türbəsidir. Aydındır? Başa düşdük? Keçdik. Elə ki, belə düşünün də, daha çox kağız üzərində olanlar informasiya modeli olur. Amma belə kağızda yox, real bir cisim kimi əlimin altındadırsa, deməli maddə olur. Aydındır? Hiss edə bilirəmsə də, hayso. Yenə həmin şey gəldik. Buradan sonrası müstəqil qiymətən tapşırıqlardır. Amma mən istəyirəm ki, sizə bir dənə o əsas 45 ilə test keçəcəksiniz. Onun nümunələrini göstərim sizə. Cədvəli və
Deməli hansı cədvəli bayaqları değindik. Elə onu keçək. Deməli cədvəl dedik ki, bir cədvəl ümumiyyətlə bir uşaqlar sətirdən, Üstündən sətir, sütun bir də başlıq. və başlıq da yazıq, hə, başlıqdan ibarət, düzdür? Bir də xanalardan ibarət. Əsas sətir, sütundur, xanadır. Tamam, sətir, sütun, xana. İndi sətirimiz nədir? Məsəl üçün bax, belə bir cədvəl çəkək. Hal-hazırda çəkdiklərim nə oldu? Nəyi çəkmişəm, nəyə qalıb? Sətir boş sıraları çəkmişik. Xana. Sütunu çəkmişəm, Amma sətri qalıb. Sətri verəcək. Bax, sətrini də çəkirəm, sətir. Xanalar öz-özünə qalır. Xanalar öz-özünə yəni, bəli, gördünüz. Sətirlə sütun arasında qalan boş. Çəkəndən sonra şu kanlar alınır. Deməli, sətir hansıdır? Bax, bunu görürsünüz, buradan başlayır, buradan davam edir. Bax, bu haşiyə aldığım hissə nə oldu? Sətir. Aşağı istəyirsiniz üstün. İndi bax, bu yeni alacağım haşiyə hissəsi də bax, gördünüz. İçində nə qaldı? Bu hissə, gördünüz. Bu da nə oldu? Sütun. Yadınızda qalmırsa belə deyim uşaqlar. Sütun stolba dimdik durub, tamam, gedib dəyəcəm ona. Sətir isə belə düşünün, zolaq düşünün məsəl üçün sətirlər. Üzücü havuz düşünün buranı. Bu havuzdur. Zolaqlara ayrılıb belə. Tamam, sətirlərdir bunlar. Aydındır. Belə ya da sağlayırız. Sütun stolbadır. Sətirdəki yazdığım. Və onsuz da belə də keçirdik də biz qrafikdə də kollaşdırmalar keçirdik. Sətir vurdum nəyə? Simvolların sayına. Simvollar orada nəyə olurdu? Sütunlar. Sətirdə nə oldu? Sətirlərlə. Aydındır. Sətri bir onsuz bildik də, yəni yeni sətrə keç, yeni absız keç, eyni şey deyil. Xana nə oldu? Bu arasındakı. İndi başlıq sətir deyə bir şey var. Başlıq sətir, bax elə başlıq sətrini biz işarələmişik. Bura nə oldu? Başlıq sətir. Bu, yəni sizə sual verəcəksiniz. Cədvəl nələrdən ibarətdir? Deyəcəksiniz sətir, sütun, xanadan ibarət. Yaxşı. İndi keçdik növbətiyə. Buranı yazdısa, yazırdınız. Deyirəm ki, cədvəl özü iki hissədən ibarət olur. Cədvəl iki hissəyə bölünür. Bir, obyekt xassə cədvəli. Bir də obyekt, bəli. Mən obyekt xassə cədvəlini qurmaq istəyirəmsə əgər, mənim əlimdə olan obyektlərin oxşar xassələri olmalıdır. Tamam. Məsəl üçün belə düşünə bilərsiniz. Əsgərliyə gedəndə uşaqları neyirlər? Əsgərliyə aparanda oğlanların hamısını bir səhə alırlar, hamısı obyekt. Bunların oxşar xassələri nədir? Yararlı, yararsız, boyu, çəkisi və s. Düzdürmü? Bunların hamısının oxşar cəhətləri var. Və yaxud da belə düşünə bilərsiniz. Qatardır, ürəyi sıxıldı desin əsgərlik sistemasında. Qatardır. Qatarda bunların xassələri var. Xassə. Yox, qatarda xassələr bunun gediş vaxtı, çatış vaxtı, geri dönüş vaxtı, düzdürmü? Və yaxud da biletinin pulunun vaxtı, pulunun vaxtı, biletinin pulunun miqdarı, düzdürmü? Bunlar hamısı xassətdir. Bunlar hamısı nə oldu? Obyekt, qatarlar, Bakı-Sumqayıt qatarı, Bakı-Xırdalan qatarı, Bakı-Gəncə qatarı. Onlar əsasında Yuxarıda sütunlarda nə olacaq? xəstələr. Xassələr olacaq ki, gediş vaxtı, gəliş vaxtı, çatış vaxtı, qayıdış vaxtı, pulu, zadı və s. Düzdür? İndi obyekt nədir? Obyekt xassələri başa düşdük? Dəqiq. İndi obyekt nədir? Hamısını sildim. Obyektdə isə yəni sətirində nədirsə, sütununda da olardı. Məsəl üçün, bu daha çox nə olur? Bakı sətirdə məsəl üçün olur Bakı. Şəhərlər arası məsafə. Ay sol. Burada da olur Bakı. Yəni Bakı ilə Bakı arasında məsafə sıfırdır. Bura olacaq 0. Bura olacaq məsələn Gəncə. 299. 299 verib. Bura da olacaq Gəncə.
Bura olacaq nə? Gəncə nə? 0. Bura nə olacaq? 299. Bax belə bu formada yazacaq. İndi tamamlamıram. Yəni burada da Bakı Gəncə Sumqayıt, burada da Bakı Gəncə Sumqayıtdır. Tamam. Sonra bunlar uyğun olaraq belə olacaq. Bir dənə burada bir şey öyrənin. Gəlin yazaq Sum. Burada Sum. Yəni Sumqayıtdır. Burada 0 olacaq da düzdür. İndi bura neçə olacaq? 32. Bura da 32, düzdürmü? Sonra Gəncə Sumqayıt 351. burada 351. Gördünüz? İndi baxın uşaqlar. Sizə həmişə belə verəcək və bu 000 düşən yer var ha, görürsüz bunu. Bura olacaq simmetriya oxu. Belə düşəcək. Bax simmetriya oxunun sağı və solu bərabərdir, simmetridir. Sağı və solu simmetridir, sağı və solu simmetrik. Gördünüz? Yəni bu nədir? Mən Sumqayıtdan Gəncəyə gediş var. Gəncədən də Sumqayıta gediş var. Bax, həm Gəncədən Sumqayıta edə bilərəm, həm də Sumqayıtdan Gəncəyə edə bilərəm. İkisində də gediş var da. Gediş və gəliş var deyə olur nə? Qraf keçəndə lap da başlayır, til olur. O mövzular qraflardadır, bəli. Tildir. Əgər gediş simmetrik isə deməli tildir qrafında. Yox, məsələn simmetrik deyilsə deməli qövsdür. Belə bir şey olur. Qövs nə deməkdir? Bax, ancaq bir istiqamətə gedir, görürsüz? Qayıdış yoxdur. Elə ki protiv yolda o bir sözü. Oğuz başa düşürük. Dəqiq. İndi bunu sildim. Bir dənə 3 dəqiqə vaxtımız qalıb. Tez bir dənə o nümunəyə baxaq. Modelləşdirməni tez açdıq. Modelləşdirmə səhvi neçədir? 61. Açdıq. Deməli. 12-ci sualı məsələsini işləyək bir yerdə. Baxın uşaqlar. Bizi 12 verir. Burada mən cədvəl çəkəcəm. Deyək Kənan, Əli, Mirzə. Kənanı çəkdik. Kənan, Əli, Mirzə. Bir də Məzahir var. Bir də Azər var. Gördünüz? Adlar. İndi Kənan bunları belə bir dənə sərgəli çək. Sərgəsi olsa da günahımdan keçin. Çox vaxt sərgəsi sorumuzda. Aha, sonra nə olur? Burada nə olacaq? Mənim orada şeydir. Jurnal, həkim. Bir də mənim orada bəziləri cari, bəziləri əvvəlki məzmun. Onları nəzərə almalıyam. Hə, onları da qeyd edəcəm, hamısını qeyd edəcəm. Jurnalist, proqramçı, sonra Memar, iqtisadçı. Bir də iqtisadçı. Bax, həmin şey burada qeyd edirəm. Elə sütunda. Deyirəm ki, bir cari, bir də əvvəl. Belə qeyd elədiniz. Ondan sonra bu yəni tez çəkək. Yəni bunun altını çəkək birinci. İndi orada deyir ki, ilk olaraq ixtisasçı olan Əldir ya da Mirzədir. İndi ikisinə də qeyd edəcəyik. Yo, gözlə. Mən Əlinlə Mirzə üçün X qoyacaq, yəni onlara aid deyil. Əlinlə Mirzə Yo, Əli ilə Mirzə elə deyir. Yəni baxaq. Deyir ki, iqtisadçı olan ya Əlidir, ya da Mirzə. İkisindən biri ya Əlidir, ya da Mirzə. Bilmirəm nə hansıdır, düzdürmü? Ya birinə çıx, birinə müsbət qoyacaq, amma bilmirəm hələ ki. Onda deməli iqtisadçı ya Əlidir, ya Mirzədirsə Kənan deyil, Məzahir deyil, Azər deyil. Amma bunlar bilinmir hələ. Və avtomatik. İqtisadçının üstünə Azərbaycanda iqtisadçı üçün xətt çəkilməmiş variantla işləyir. Hə, bəli. Proqramçı deyil, Mirzə deyil. Proqramçı Mirzə deyilsə, Mirzənin qabağına proqramçıya nə qoyuram? Çıx. Sonra deyir ki, Mirzə və Azər əvvəlkilərin məzunlarıdır. Mirzə əvvəlkidir, Azər əvvəlkidir. Plus qoydum belə. Sonra deyir ki, jurnalist əvvəlki illərin məzunu deyil. Jurnalist bilmirəm kimdir, əvvəlki illərin məzunu deyil. Onda Mirzənin Azər şey də deyil. Əvvəlki məzun, onda jurnalist deyirlər. Ay sağ ol. Kimə? Mirzəyə. Mirzə Deməli məzun. jurnalist əvvəlki ilin məzunu deyil. Jurnalist əvvəlki ilin məzunu deyilsə, deməli Mirzə jurnalist deyil. Düzdür? Azər də jurnalist deyil. Azər də jurnalist deyil. Əla, düzdür. Deyir ki, həkim və memar cari ilin məzunlarıdır. Həkim və memar cari ilin məzunlarıdır. Kənan, Əli. O da Əli Mirzə ilə Azər. Deməli, ay sol. Deməli onda Mirzə həkim deyil. Proqramçı demək. Yox, bir dəqiqə, həkim ola bilər. Dəqiqə. Bir dəqiqə. ya mənim Mirzə axı Bir dəqiqə, nə deyir? Həkim və memar cari ilin məzunudur. Yəni əvvəlki il məzunu idi də. Hə, deməli onda bu həkim deyil.
Memar da deyil, düzdür? Can Bu da proqramçıdır, həkim deyil, memar deyil. Azər nə oldu? Proqramçı. Gördünüz? Bəli. Azər nə oldu? Proqramçı və əvvəlkinin məzunu. Nədir? Azərin peşəsi nədir? Proqramçı. Proqramçı, bəli. Bu cədvəl tamda da ola bilər, tam da olmaya da bilər. Yəni Biz Əsas variant ona qədər. bəli, variant tapana qədər çıxır əsas odur. Aydındır? Bu cədvəllə də yaza bilərsiniz. Sxem versiyasında da yaza bilərsiniz. İndi baxacaqsınız surəsi hansısı? Belə baxanda daha çox. Hə, prosta vaxt gedir də bunu çəkənə qədər. Bir dənə o problemdir. Önəmli də tapmaq olar. Mən cədvəl Hə. tapmaqda asan tapa bilirəm. Yəni elə də elə bilərsən. Məsələn, hər şey cədvəllə eləməyəcək. Sxem var və yaxud da məsəl üçün rəf söhbəti olacaq. Deyəcək aşağıdan yuxarı doğru yazılır. Sxem necə olacaq? Məsəl üçün burada Azər, İsmail, Məmməd olacaq. Ha, adları üstünə atıldı özündən. Burada da tutaq ki info olacaq, riyaziyyat olacaq, fizik olacaq. Deyəcək ki bunlar çempiondur. Üçüncü bir şey də versə buradan yazacağam. Sonra məsələn deyəcək ki Azər riyaziyyat çempiondur. Gələcəm belə çəkəcəm. Hə, uyğunlaşdırma. Məmməd informatikadır. Hə. Bildiniz? Çıxa bilərik. Tamam. Sağ ol, yəni. Sağ olun. Evə nə verdin? Evet, kompüter verici, modelləşdirməni, Model- cədvəl öyrənməyə. Modelləşmə test topusuna 45 dənəsi. Bəli, sağ ol. Sağ olun.